وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّنْ دَعَا إِلَى اللَّهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ. Elhamdülillah kardeşler, Allah'ın müvəffəqiyyəti ilə bu mübarək günlərdə yenə onu zikir etmək üçün yığışmağa müvəffəq olduq. Allah Subhanahu taala istəyir ki, bizi buna müvəffəq etdiyi kimi ona əməl etməyə də müvəffəq etsin. Və sonra öncə hər birinizi xoş gördük. Əziz qardaşlar, hörmətli izləyicilər, bugün inşallah sizinlə bərabər Qədr gecəsi ilə bağlı bir neçə əsas məsələyə birlikdə toxunacağıq. Toxunacağımız mövzular hər bir müsəlmanın Qədr gecəsində ehtiyac olduğu məsələlərdir. Öncə Qədr gecəsinin bu adla adlanma səbəbi. Nə üçün bu gecəyə Qədr gecəsi adı verilib? Birinci səbəb o gecə qulların qədərləri təqdir olunduğu üçün. Ona görə necə ki Uca Allah buyurur: "Fihə yufraqu kullu əmrin həkim." Hər bir hikmətli iş o gecəyə ayırd edilir. İmam Şinqiti rahmeullah bu ayəni izah edərkən demişdir ki, o gecə mələklərin insanların əcəlləri, o gecə mələklərə insanların əcəlləri, ruziləri, yoxsulluq və var dövlət, məhsurdarlıq və quraqlıq, sağlamlıq və xəstəlik, hətta müharibələr, zəlzələlər və yer üzündə baş verəcək bütün hadisələr, yəni bir ilin içində Allahın izni ilə nə olacaqsa, hər bir şeyi hamısını mələklərə bildirilir, açıqlanır və yazılır. Yəni, qədər yazılıb lövh-i məhfuzda, bütün məxluqatın qədəri yazılıb qiyamətə qədər. Lakin hər il mələklərə ərz olunur, hər bir mələk bir il ərzində bu Qədr gecəsindən digər Qədr gecəsinə qədər olacaq vəzifəsini, işini bilir. İkinci adlanma səbəbi isə bu gecənin qədr qiymətinin Allah qatında çox böyük olmasına görədir. Və bu gecənin qədr qiyməti onun fəzilətində ortaya çıxacaq, üzə çıxacaq. Ona görə keçək Qədr gecəsinin fəzilətlərinə. Birinci, Quranın bu gecədə nazil olması. Necə ki Uca Allah buyurur, həqiqətən biz onu, yəni Quranı Qədr gecəsi nazil etdik. Qədr surəsi 1-ci ayə. İkinci fəziləti, üstünlüyü, o gecə 1000 aydan daha xeyirlidir. Necə ki Allah Teala buyurur, Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Qədr surəsi 3-cü ayə. Əl-Qurtubi rahmehullah demişdir ki, təfsir alimlərin əksəriyyəti demişdir ki, 1000 aydan daha xeyirlidir. Yəni o gecədə edilən əməl içində Qədr gecəsi olmayan 1000 aydan daha xeyirlidir. Və bu təxminən 83 ilə bərabərdir. Bir insan əgər Qədr gecəsinin ibadətinə müvəffəq olarsa, nail olarsa, təqribən 83 il ibadət eləmiş kimi sayılar. Görün, bu gecənin qədr qiyməti, fəziləti nə dərəcədədir. Üçüncü fəzilətlərindən Qədr gecəsi mələklər və ruh, Cəbrail hamısı yerə iner. Necə ki Uca Allah buyurur, mələklər və ruh o gecə Rəbbinin izni ilə hər bir iş üçün yerə enir. Qədr surəsi 4-cü ayə. Və digər fəzilətinə gəldikdə, bunu Peyğəmbər s.ə.v hədisdə buyurub ki, kim Qədr gecəsini imanla, savabını Allahdan gözləyərək ibadətdə keçirərsə, onun keçmiş günahları bağışlanar. İbn Rəcəb rahmehullah demişdir ki, Qədr gecəsinin təravihi və yaxud da ki, ibadəti mücərrəd keçmiş günahların bağışlanmağına səbəbdir. Yəni, istər həmin şəxs, həmin Qədr gecəsini ibadətdə keçirən, son 10 günün əvvəlində müvəffəq olsun Qədr gecəsində, istər ortasında, istər axırında. İstər o hiss eləsin Qədr gecəsinin olmasın, istər hiss eləməsin. Mühüm odur ki, həmin gecədə ibadətdə keçiribsə, artıq ona bağışlanma hasıl olur. Xüsusi, yəni Qədr gecəsinin xüsusi ibadəti özü günahları bağışlayır. Bizdə var Ramazan orucunu
Ramazan orucunu tutmaq, imanla savabını Allahdan olaraq keçmiş günahları bağışlayır. Həmçinin Ramazan boyu təravihləri qılmaq keçmiş günahların bağışlanmasına səbəb olur. Və üçüncü, Qədr gecəsinin təravihi mücərrəd öz-özlüyündə keçmiş günahların bağışlanmasına səbəb olur. Yəni, deyir ki, Qədr gecəsinin təravihi ibadəti Ramazanın sonuna bağlı deyil. Nə zaman Qədr gecəsinə müvafiq olduğun, Qədr gecəsi hansı günlüyünə düşdüyü, son 10 günlüyün əvvəlinə ya ortasına yoxdur. Artıq deyir, bağışlanma hasıl olur. Bu fəzilətlərdir. Keçə indi bu gecə edilən əməllərə. Hər bir kəsi, hər bir müsəlman maraqlandıran bir mövzudur. Qədr gecəsində nə etməliyik? Hansı əməllə məşğul olmalıyıq? Bəzi müsəlmanlar elə bilirlər ki, elə Qədr gecəsində mücərrəd oyaq qalmaq kifayət eləyir. Görsən ki, bəzi yerdə adətdir, oyaq qalırlar. Hətta elə yerdə var ki, elmsizlikdən kinoaza da baxırlar. Səhərə kimi oyaq qalmaqdan ötürü. Bunlar hamısı şəriətə müxalifdir. Və həmçinin digər xətalardan da bəzi müsəlmanlar elə bilirlər ki, burada Qədr gecəsini ibadətdə keçirmək deyəndə hər hansı bir ibadətdən söhbət gedir. Başlayırlar özləri məşğul eləmək. Kimisi ola bilsin qohum əqrəbəni ziyarət eləyir. Kimisi kiməsə yardımla məşğuldur və s. Xeyr. Yəni, hər bir zamanın özünə uyğun ibadəti var. Nə zaman sən o zamana uyğun ibadət eləyərsənsə, yəni Allahın muradına müvafiq olmuş olarsan. Allahın məqsədinə. Və burada əməllər dedikdə, Qədr gecəsində ibadətdə keçirmək dedikdə diqqətli olun. Hansı əməllər burada daxildir? Öncə fərzlər, sonra nafilə ibadətləri. Deməli, fərzlər gəldi məğrib, işa, fəcr namazlarını cəmaatla qılmaq. Mümkün dərəcədə kişilər. Fərzləri riayət eləmək lazımdır. Çünki sən Allaha fərzlər kimi digər əməllərlə yaxınlaşa bilmərsən. Allaha ən sevimli fərzlərdir, sonra nafilələr gəlir. Fərzləri qorumaqla yanaşı, sonra nafilələrdə təravih namazı, Quran oxumaq, bir də dua eləmək. Bu üçü. Deməli, işə və subh namazına gəldi. İmam Malik Muvatta əsərində Səid ibn Müseyyibdən belə nəql edir. Kim Qədr gecəsində işə namazını cəmaatla qılarsa, o gecədən öz nəsibini götürmüş olar. Bir səhih hədisdə də var ki, kim işə namazını cəmaatla qılarsa gecənin yarısını, sübh namazını da işə ilə bərabər qılarsa, hamısını ibadətə keçirmiş sayılır. Və Allah aləm buradan da alim nəticə çıxarıb, yəni deyir ki, kim Qədr gecəsində işə namazını qılarsa, artıq Qədr gecəsindən yəni müəyyən qədər nəsibini götürüb. Çünki ibadətdə keçirmiş sayılır müəyyən qədər. Və həmçinin İmam Şafi rahimehullah buyurur ki, kim Qədr gecəsində işə və subh namazını cəmaatla qılarsa, həmin gecədən öz nəsibini götürmüş olar. Bu kəs isə təkcə işə namazını qılandan daha çox nəsibi götürür. Bunu İbn Rəcəb Lətaf Əl-Məarif kitabında nəql edib. Məğrib namazına gəldi Ət-Dahhak rahimehullah demişdir ki, Ramazan ayında məsciddə cəmaatla birlikdə məğrib və işə namazlarını qılan şəxs Qədr gecəsindən böyük bir pay götürmüş, qazanmış olar. Allah deyir, daha yaxşı bilir. Birinci nəsibin hardan başlayır? Fərzlərdən. Birinci nəsibin fərzlərdən başlayır. Məğrib, işa, sübh namazını. Mümkün dərəcədə bunları riayət eləmək lazımdır. Həm cəmaatla qılmağa, həm də xuşu ilə qılmağa. O demək deyir, insan cəmaatla qıldı, necə gəldi qılsın, xeyr. Bəzən evdə tək qılan xuşulu qılar, cəmaatla qılanın daha əfsəl ola bilər. Ona görə, yəni xuşunu da unutmayaq. Ona görə Şeyx Racih Həfsəlullah demişdir ki, Qədr gecəsində nəsibini artırmaq üçün var gücünlə çalış. Yəni, sənin Qədr gecəsində nəsiblərin var. Mümkün dərəcə nəsibini artır. Öz payını artır. Azla kifayətlənmə. Çünki deyir, hər bir müsəlmanın bu gecədə nəsibi var. Kim işanı cəmaatla qılarsa nəsibi var, fəcri cəmaatla qılarsa nəsibi var. Lakin mömindən tələb olunan odur ki, bu gecəni
ibadətdə daha çox çalışsın. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm son 10 günü var gücü ilə çalışardı ibadətdə. Təravih, Quran oxumaq və duaya gəldikdə isə Şeyx Əl-Useymi Həfzəhullah demişdir ki, kim Qədir gecəsini imanla və savabını yalnız Allahdan gözləyərək ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanar. Burada ibadət dedikdə deyir ki, xüsusi ibadətlər nəzərdə tutulur. Kim Qədir gecəsini ibadətlə keçirərsə. Burada ibadət dedikdə deyir, hər hansı ibadət nəzərdə tutulmur. İstədiyin ibadət, yox. Xüsusi ibadətlər nəzərdə tutulur. Onlar da deyir, hansıdır? Təravih namazı və yaxud da gecə namazı, Quran oxumaq, bir də dua eləmək və bir də əlavə edir etikafa girmək. Məsciddə olanlar üçün kim bacarırsa etikafa girmək. Etikafa girmək də Peyğəmbər s.ə.v-in yəni əməllərindən olub. Deməli, Şeyx Salih Useymi xülasə eləyir, deyir ki, Qədir gecəsini ibadətdə keçirənlərin 4 dərəcəsi var. Neçə dərəcəsi var? 4 dərəcəsi var. Burasına diqqət eləyin. Birinci dərəcə bütün gecəni ibadətdə keçirmək. Bütün gecəni ibadətdə keçirmək. Ən üstün dərəcə budur. İkinci dərəcə gecənin əvvəlini və sonunu ibadətdə keçirmək. Gecənin əvvəlini və sonunu ibadətdə keçirmək. Məğrib, işa, bəli, təravih qılır hamısını. Bir də sonda fəcrdən qabaq durur, tutaq ki, dəstəmaz haqqını qılır və yaxud da ki, məsələn, dua edir çoxlu, zikr edir, Quran oxuyur və sübhədə cəmaatla qılır. Bu ikinci dərəcədir. Üçüncü dərəcə yalnız gecənin son hissəsini ibadətdə keçirmək. Üçüncü dərəcə yalnız gecənin son hissəsini ibadətdə keçirmək. Burada yəni təkdən söhbət gedir təbii ki. Amma cəmaatla olanda isə şək yoxdur ki, önündə keçirmək daha əfsəldir. Çünki Peyğəmbər s.ə.v demişdir ki, kim imamla, başlayıb imamla qutararsa təravih, bütün gecəni ibadət etmiş sayılır. Və bu da tamına Qədir gecəsinin təravihinə müvafiq olmaqdır. Bütün Qədir gecəsinin qiyamında keçirməkdə məqsəd nədir? Təravih. Dördüncü dərəcə, sonuncu dərəcə isə yalnız gecənin əvvəli ibadət etmək. Gecənin əvvəli işə qılır, təravih qılır, yatır. Bunların hamısının Qədir gecəsindən payı var. Burada məlum olur, 4 dərəcədə məlum olur ki, yəni, kimin nə qədər payı olur. Ən kamil payı olan kimdir? Bütün gecəni ibadətdə keçirən. Sonra gecənin əvvəli ilə sonunu ibadətdə keçirən, sonra yalnız sonunu keçirən, sonra yalnız əvvəlin keçirən. Ona görə Şeyx sonunda buyurur ki, ən kamil olanı qulun Qədir gecəsinin axtardığı son 10 gecənin hamısını namaz qılmaq, Quran oxumaq, dua etmək və məscidə etikafa girməklə ibadətdə keçirməsidir. Etikafa gəldikdə Peyğəmbər s.ə.v əvvəl Ramazanın ortalarında etikaf edərdi, ilk başlanğıcda. Sonradan Qədir gecəsinin son 10 gündə olduğu ona məlum olandan sonra, məlum olduqda, yalnız Ramazanın son 10 gündə etikaf etməyə başladı. Buradan da dəlil çıxır ki, yəni etikaf da son 10 günün əməllərindəndir. Qədir gecəsini axtarmaq üçün, müvafiq olmaq üçün son 10 günün əməllərindəndir, müstəhəb əməllərindən. Deməli, bizim 3 fərz əməlimiz oldu, 4 müstəhəb əməlimiz. Fərz əməllərimiz məğrib, işə, sübh, müstəhəb əməllərimiz təravih, Quran oxumaq, dua eləmək, bir də etikafa girmək. Təbii ki, dua eləmək zikirdə daxildir və zikirdən başda istiğfar eləmək. İstiğfar, Şeyx İslam ibn Teymiyyə rəhməhullah deyir ki, yəni möminin duadan daha çox ehtiyacı var. Ona görə istiğfara da mühüm yer ayırmaq lazımdır. Sonra gəlir Qədir gecəsinə müvəffəq olmanın yolu. Necə biz Qədir gecəsinə nail ola bilərik? Bunun yolu varmı? Bəli. Şeyx İbn Hüseyn rəhməhullah demişdir ki, kim Ramazanın son 10 gecəsinin hamısını namazda keçirərsə, qətiyyətlə deyir ki, o Qədir gecəsinin namazda, ibadətdə keçirmişdir. Yəni, birinci yolu tam 10 günün hamısını ibadətdə keçirmək. Kim deyir hamısını ibadətdə keçirmişsə, qətiyyətlə deyə bilərsən ki, sən Qədir gecəsinə müvafiq olmuşsan. İkinci yolu, bu ən ehtiyatlısı, bu ikinci növbəti ehtiyatlı yolu, Qədir gecəsinin son tək günlərində, yəni son 10 günün tək gecələrində
o ayaqqabıdan ibadətə keçirmək. Peyğəmbər s.ə.v bu hədisinə görə ki, Qədir gecəsi Ramazan ayının son 10 gününün tək gecələrində axtarın. Buxari Müslim rəvayət edib. Deməli, bir hədisdə gəlib son 10 gündə axtarın, digər hədisdə gəlib son 10 günün tək gecələrində neyinin axtarın. Və digər hədisdə də gəlib ki, bəzi hədislərdə Qədir gecəsinin 21-in olması bildirilir. Həmçinin gəlib 23-ü gəlib xüsusilə. Həmçinin gəlib 27-si. Deməli, gəlib Basra əhli, Həsən el-Basri başda olmaqla 24-ü onlar görərdilər. Deməli, Qədir gecəsini. Ona görə, bu da başqa bir hədisin mənasına görə deyil. O hədisdən belə məna çıxır ki, yəni cüt günlərdə ola bilər. Son 10 günün cüt günlərdə ola bilər. Ona görə bəzi elm əhli buradan fayda çıxardır. Deyir ki, səhih, alimlər arasında ixtilafdır bu. Məsələnin əsli qayıdır. Görəsən Qədir gecəsi keçir gündən günə. Yoxsa bir gündədir o. Bəziləri deyir keçmir, bəziləri deyir tək gecələrdə keçir. Bir digər günə. Bəziləri deyir ki, fərqi yoxdur, cüt günlərdə keçə bilər. Və bu da deyir, yəni biz belə desək, yəni Qədir gecəsi son 10 gündə gəzir, digər günlərə keçir. Bütün bu haqda varid olan hədisləri cəm eləmiş oluruq. Bütün hədisləri cəm eləmiş oluruq. Çünki hədisdə hamısı gəlib axı. Son 10 gün gəlib, tək gün gəlib, 21 gəlib, 23 gəlib, 27-si gəlib və sahabələrin də əməli var. Ona görə səhih odur ki, Allah daha yaxşı bilir. Qədir gecəsi cüt günlərdə ola bilər. Yəni ona görə ən ehtiyatlısı odur ki, bütün 10 günün hamısını keçirəsən. Əgər bacarmırsansa, heç olmasa tək günlərin, əgər onu da bacarmırsan, heç olmasa 27-ci gecəni əldən vermə. Bəzi alimlər buna dəlil də gətirirlər Qurandan ki, Quranda gəlir Sələmun hiyə hətta mətlə'il fəcr ayənin sonunda. Sələmun hiyə gəlir 27-ci kəlmə düşür. Deyir ki, Qədir gecəsində 30 dənə kəlmə var. Sələmun hiyə o Qədir gecəsinə qayıdır. Hiyə 27-ci kəlmədir. Buradan da dəlil gətirirlər ki, 27-ci gündür. Təbii ki, yəni bu yenə o demək deyil, daimi 27-si ola bilər. Ancaq ən azı ehtimal çıxarmaq olar ki, 27-si daha çox ola bilər. Daha çox ehtimal olan günlərdir. Və qaldı Qədir gecəsinin əlamətlərinə. Bir çox əlamətlər sayıblar. Ancaq ən səhiyi, ayə və hədisə uyğun olan ikisini zikr eləmək istəyirəm və bununla da kifayətlənək. Birincisi, salamatçılıq və əmin-amanlıq olması o gecənin. Necə ki, ayədə keçir ki, Sələmun hiyə həttə mətlə'il fəcr. O gecə fəcr açılana kimi salamatçılıq, əmin-amanlıq olar. Və təfsirə görə, yəni bu gecə hər cür bəladan, şərdən, şeytanın və pis niyyətli insanların təsirindən tamamilə salamat və xeyirli bir gecədir. O gecə heç bir hadisə baş verməz. Heç bir şər baş verməz. Şeytan toxunmaz. Əgər gördünsə ki, salamatçılıqdır, sakitçilikdir, heç bir hadisə yoxdur ki, bil ki, çox güman ki, bugün Qədir gecəsidir. Allahu Akbar. Tam ayə uyğun, dəlilə uyğun. O gecə salamatçılıq olar. Mələklər yerə enər. Mələklər deyir, yerdəki cınqıl daşlardan daha çox olar. Və salamatçılıq, heç bir şər olmaz. Və gördünsə, heç bir şər yoxdur, bilginən ki, çox güman ki, bugün Qədir gecəsidir. Daha canfəşənliklə çalır. İkinci əlamət səhih hədisdə gəlib, o gecənin səhəri günəş saf və şüasız doğması. Necə ki, Ubey ibn Kəbdən rəvayət olunan hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurmuşdur, Qədir gecəsinin əlaməti o gecənin səhəri günəşin ağ şüasız doğmasıdır. O gecənin səhəri günəşin ağ şüasız doğmasıdır. Müslim rəvayət edib hədis. Və bu qədər Allahdan istəyirəm ki, Allah Subhanahu taala bizi Qədir gecəsinə müvəffəq eləsin və Qədir gecəsində etdiyimiz ibadətlərimizi qəbul eləsin və bir çox belə Qədir gecələrinə müvəffəq eləsin. Və sallallahu alə nəbiyina Muhammed və alə alihi və sahbihi və səlləm.